Hoş gördük əziz dinləyicilər. Demək, Avropa İttifaqının Şurasının prezidenti Antonio Costa tərəfindən elan edildi ki, Azərbaycanda 2028-ci ildə Avropa Siyasi Birliyinin samiti keçiriləcək. Bununla bərabər həm Azərbaycan Ermənistanda keçirildiyi 2026-cı ildəki samiti dəstəkləyib, həm də Ermənistan baş naziri tərəfindən, yəni Ermənistan hökuməti tərəfindən də Azərbaycanda keçiriləcək Avropa İttifaqının 2028-ci ildəki samiti dəstəklənmiş oldu. Bu bizə nəyi etibar edir? İndiyənə qədər bizə sual verirdilər ki, məsələn, Azərbaycan tutum etibarilə hara gedir, biz necə gedirik, biz hara gedirik, bizim üçün Çin və yaxud da ki, Rusiya və yaxud da İran və yaxud da Şərq hansı təhlükələri daşıyır. Bilirsiniz ki, Azərbaycanın həm Rusiya ilə, həm Çinlə müsbət əlaqələri və bir siyasi mühit etibarilə də Azərbaycan Çinlə müəyyən və yaxud da Rusiya ilə müəyyən alternativ sistem axtarışındadır. Amma nəyin bahasına olursa olsun, biz Azərbaycanda onu görürük ki, Azərbaycan Avropanın müəyyən mənada tənqidlər olsa da, illər boyu Avropaya tənqidlər, illər boyu Avropadan uzaqlaşma əlbəttə ki, hiss olunsa da, amma biz onun şahidi olduq ki, məhz bu yaxınlarda Avropa Siyasi Birliyinin samitinin Tiranada keçirilən bir iclasını gördük və Azərbaycan hökuməti də orada iştirak etdi. Demək ki, Azərbaycan, mən həmişə demişəm, Avropanın siyasi və coğrafi bir hissəsidir. Azərbaycan istəsə də, istəməsə də, istər onun hakimiyyəti və yaxud istər onun dövləti istəsə də, istəməsə də biz Avropanın bir üzvüyük və biz Avropanın siyasi xəritəsindən çıxa bilmərik. Niyə görə? Bugün Azərbaycanın həm iqtisadi, həm siyasi baxımdan heç bir Rusiyadan asılılığı yoxdur. Və yaxud da Azərbaycanın siyasi, iqtisadi, mədəni etibarilə Çindən heç bir asılılığı və yaxud da ki, heç bir necə deyiləm, münasibəti yüksək səviyyədə deyil. Amma bu günləri Azərbaycan üçün Avropa Birliyi olmazsa olmazdır. Ona görə də bu mənada 2028-ci ildə keçiriləcək samitin Azərbaycanda keçirilməsi bir daha onu bizə deməyə əsas verir ki, biz Avropa İttifaqından və Avropanın siyasi birliyinə əl çəkə bilmərik. Çünki Azərbaycanın bugün büdcəsinin demək olar ki, dolayısıyla 100% Avropadan gələn gəlirlərlə formalaşır. Azərbaycan texnologiyanın, pulun, paranın oradan gəldiyini bilir. Ona görə də siyasi mühit nəyi deyirsə desin, siyasi sistem nə deyirsə desin, əlbəttə ki, bizim digər ölkələrlə münasibətlərimiz yüksək səviyyədə olmalıdır, amma bizim üçün Avropa olmazsa olmazdır və biz bu mövqeydən çəkilə bilmərik və Azərbaycan xalqının da xoşbəxtçiliyinin əsasını Avropa İttifaqında olan, necə deyərlər, münasibətlər, Avropa İttifaqında olan iqtisadi birlik, siyasi birlik göstərmiş olacaq. Çünki Azərbaycan elə bir coğrafiyada yerləşir ki, onun şimalında Rusiya var, şükürlər olsun ki, o zəifləyir və diz çökür. Şərqində zaten Orta Asiyada və cənubunda da İrandır. Yəni, bu ölkələrin qısqacında yerləsən Azərbaycan heç vaxtı inkişaf edə bilməz və heç vaxtı imkan verməzlər ki, o inkişaf etsin. Amma bu günləri fürsət yaranır ki, Azərbaycan Avropa Birliyinin bir hissəsinə çevrilmiş olsun. Bu gün Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə belə yenidən Rəcəb Tayyib Ərdoğanın biz ifasında onu eşitdik ki, yenidən müraciət etdi ki, Türkiyə Avropa İttifaqına daxil olmaq istəyir, Avropa İttifaqına daxil olmağa hazırıq və yenə də, yəni bizim ən yaxın müttəfiqimiz belə səmti, gedəcəyi yol, siyasi, iqtisadi yol yalnız və yalnız Avropa Birliyidir və Avropa Birliyi bizim Azərbaycan xalqının həm möhkəm dövlətçiliyinin, həm siyasətinin, həm də mədəniyyətinin, həm də iqtisadi rifahının rıçağıdır. Təşəkkür edirəm diqqətinizə görə.